Şuuraltı həyatımızı necə idarə edir? Birbaşa idarə edir. Çünki bizim verdiyimiz bütün informasiyalar, oxuduqlarımız, gördüklərimiz, hiss etdiklərimiz şuur altında qeydə alınır. Və o qeydə alanlar bizim həyat yolumuzu yaşayır. Yəni insan əslində hansı məlumatları, hansı bilikləri, hansı yaşantıları şuur altında qeydə alıbsa, məhz o məlumatlardan da insan özü formalaşır. Məsələn, belə bir misal çəkim. Təsəvvür edin ki, sizə marketdən bir bağlama gətirmişəm və bağlamanın içərisində müəyyən bir ərzaqlar var. Düyü, ət, kələm, göyərti yağ. Nə bişirəcəksiniz? Dolma bişirərəm. Niyə? Çünki dolmaya lazım olan ərzaqlar olduğu üçün. Bax, şuuraltı deyilədir. Şuuraltına nəyə qoyacaqsansa, o da səni o üzrə istiqamətləndirəcək. Yəni əslində bizim doğulduğumuz anda bizim ətrafımız, bizi əhatə edən insanlar, sosial statusumuz, ünsiyyətdə olduğumuz insanlar, təhsil aldığımız təhsil ocaqları, rəfiqələrimiz, dostlarımız, bütün bunlar bizim şəxsiyyətimizi formalaşdırır. Bizim gələcək həyatımızı formalaşdırır. Çünki gördüyümüz, eşitdiyimiz, bildiyimiz hər bir şey şuur altında birər-birər qeydə alınır.